Salam dostlar. Bugün Yaponiya alış-verişimin ikinci hissəsini çəkirəm. Bura daha çox geyim, belə deyim, ev əşyaları və digər aldığım belə məhsullara aiddir. Başlayaq. Düzü Yaponiyaya gedəndə düşünməmişdim ki, bu qədər alış-veriş eləyəcəm. Amma görəndə ki, hər şey çox uyğun qiymətədir və çox maraqlı məhsullar var. Mən də almaq istədim. Gəlin başlayaq. İlk öncə qeyd edeyim ki, Yaponiya, Uniqlo-nu yəqin ki, eşitmiş olarsınız. Bu Yapon brendidir və Avropada da bir neçə ölkədə var. Məsələn, Almaniyada da Berlində Uniqlo var, ancaq Yaponiyadakı Uniqlo-nun qiyməti çox uyğun idi və biz də bundan yararlandıq təbii ki və qeyd edeyim ki, Uniqlo-nun məhsulları çox keyfiyyətli olur. Uniqlo-dan başlayırıqsa, Uniqlo-dan belə bir ədəd bej rəngdə cins şalvar almışam. Bu formadadır. Biraz balon tiplidir və S bədəndir. Qeyd edeyim ki, mən XS geyinsəm də, belə deyim, Asiyalılar daha xırda olduqları üçün onların S-i bizim normalda bildiyimiz XS-dir və mən bunu geyindim, əynimə birə-bir oldu. Yəni boy uzunluğu belə idealdır. Yəni mənim bədən ölçülərimə çox uyğundur onların, belə deyim, ölçüləri. Bunu Uniqlo-dan almışam. Daha sonra Uniqlo-nun alt mağazası var, GU adlanır. Oradan isə belə bir ədəd cins şalvar almışam. Görürsüz necədir? Bunun kənarları çox maraqlıdır. Bu da balon formasındadır. Bunu da eynən geyindim. Əynimə birə-bir oturdu. Çox gözəl idi və çox fərqli olduğu üçün bunu da almaq istədim. Daha sonra Uniqlo-dan bir ədəd bermuda şort almışam. O da budur. Bunu artıq bir dəfə Tokyoda geyinmişəm. Çox gözəl qalırdı əynimə. Biraz 90'lar stilini xatırladır. Ona görə almaq istədim. Və həmin bermuda şortla geyinə biləcəyim belə bir polo almışam. Bu pololar, yəqin ki bilirsiniz, çox dəbdəlidir bu il və belə qısa qol, yaşıl rəngdə görəndə almaq istədim və bu endirimdə idi. Geyindim, həmin şortla da geyinib baxmışdım, çox xoşuma gəldi. Bildiyiniz 90'lardan çıxmış kimi görsənirdim. Biraz daha yaşımı az göstərirdi. Düzü çox böyük göründüyümə inanmıram, amma çox cool görsəndi və mən də almaq istədim. Bir ədəd də şalvar almışam Uniqlo-dan. Onu da indi göstərəcəm. Sonuncu şalvar budur. Belə boz rəngdə parça şalvar almışam. Bu da Uniqlo-dandır. Bunu yumuşam, ütləməmişəm. Çünki bunu artıq orada geyinmişdim. Və belə bir boz şalvar istəyirdim əslində. Çünki sırf sadə, adi boz şalvarım yox idi. Və bunu da ən çox ona görə bəyəndim ki, əynimə çox gözəl oturdu. Bayaq dediyim məqam, beli, boyu, yəni ideal idi. Sanki üstümə tikilmişdi. Ona görə də bunu aldım. Belə şalvarlar bu qədər. Daha sonra isə GU-dan belə jaket almışam. Bu belə setka formalıdır və qolunda bu formada detalı var, kəsik kimi. Çox bəyəndim bunu və bunun iki rəngini almışam. Bir də belə açıq bej rəngini almışam. Düşündüm ki, ikisi də istifadəyə, belə deyim də, çox istifadəyə yararlı olacaq. İki rəngi, həm bej, həm qara. İkisinin arasında qalmışdım. Daha sonra fikirləşdim ki, ikisini də alım. Bir də bilmirəm, nə vaxt Yaponiyaya gedəcəm. Daha sonra isə Yaponiyada gözlədiyimizdən hava nisbətən soyuq idi və mən də çox az isti paltar aparmışdım. Ona görə də Tokyoda sonuncu günlər belə bir jaket aldım Uniqlo-dan. Bunun da rəngi çox gözəl bir yaşıldır. Bir neçə rəngi var idi. Mən də bu rəngini almaq istədim. Belə Uniqlo-dan bunları almışam. Səhv eləmirəmsə bu qədər idi. Bir də kətan köynək almışam. Və bir ədəd belə qara kətan köynək almışam. Bu da S razmerdir. Açıq orada geyinib baxmamışdım, amma evə gələndən sonra
düşündüm ki M də ala bilərdim, biraz oversize olardı. Düzdür, boyu uzundur. Boyunu kəsdirəcəm. Mən bu qədər uzun kətan sevmirəm. Bilmirəm, bəlkə də belə normaldır, amma mən sevmirəm. Biraz kəsdirəcəm, amma düşündüm ki, Uniqlodur, keyfiyyətli olar kətanı. Mənim bej rəngdə kətan köynəyim var, göy rəngdə var, amma qara yoxdur. Çoxdan da qara istəyirdim. Amma nəsə hər dəfə almırdım. Ümumiyyətlə girdim qiymətlərinə baxdım. Zara'da filan hardasa 35-40 evroydu. Mən bunu 25 evroya aldım və düşünürəm ki, təbii ki, Zara'dan Uniqlonun keyfiyyəti qat-qat yaxşıdır. Bunu yayda geyinəcəm. Məsələn, yayda sərin olanda üstdən pencəyə qədər belə deyim də soyuq olmayanda, qara nə isə geyinmək istəyəndə qara kətan köynək məncə idealdır və digər aldığım jaket də məncə yaxşı olacaq, yayda geyinəcəm. Belə, Uniqlodan aldıqlarım məncə bu qədər idi. Daha sonra belə bir body almışam. Bunu H&M-dən aldım. Təsadüfən girmişdim, gördüm, bəyəndim, maraqlı gəldi və bunu aldım. Bu qədər və əlavə olaraq da Yaponiyaya getmişkən özümə belə kimono almışam. Görürsüz. Bu əynimdə o qədər gözəl qaldı və belə deyim, işləmələri filan, rəngi, içinin tikilişi, astarı o qədər bəyənərək və sevərək almışam ki, çox yaraşdı. Əynimdə geyinib göstərərəm. Və düşündüm ki, Yaponiyadan mənə yadigar qalsın. Bunu Kyotodan almışıq. Kyotoda küçələr var idi, hardakı belə deyim, onların kimonoları və digər mağazalar var idi, hardakı turistlər shopping eləyirdi. Və deyim ki, çox baha almamışam. Bunu səhv eləmirəmsə ya 3000 ya 4000 yenə almışam. Yəni belə çox baha deyildi. Və bunu yayda çox gözəl kombinləməyi düşünürəm. Çox sevərək geyinəcəm bunu. Əlavə olaraq da GU-dan bir ədəd belə bir yaylıq almışam. Bunu yumuşam, ütləməmişəm. Bunu da orada artıq istifadə etmişəm. Bu il belə yaylıqlar dəbdədir, bilirsiniz yəqin ki, geyimdə aksesuar kimi istifadə eləmək və yaxud bandana kimi istifadə eləmək. Bandana kimi yox, mən geyimdə aksesuar kimi şalvarın üzərinə taxıb istifadə eləmişdim. Bunları almışam və əlavə olaraq da çoxlu çanta üçün charmlar almışam. Əslində charm yox, daha çox bunlar breloklardır və mən onu charm olaraq çantama taxmışam. Çantam buradaydı. Gördüyünüz kimi bu charmları almışam. 3 ədəd belə maraqlı charmdır. Və çantama taxdım. Elə orada da istifadə edirdim. Bu çantanı özümlə aparmışdım. Belə. Və Yaponların belə bir sneaker brendi var. Onitsuki Tiger adlanır və bu brend belə deyim, hətta vaxtı ilə Nike belə Yaponiyadan gəlib bu ayaqqabıları alıb Amerikada satırdı. Hansı ki, hələ ortada heç Nike şirkəti belə yox idi. Nike şirkətinin əsası belə deyim, bir növ Onitsuki Tiger'dan qoyulubdu. Daha doğrusu ilk öncə Nike'ın yaradıcısı Onitsuki Tiger'ın ayaqqabılarını satmağa başlayıb, daha sonra öz şirkətini qurubdu. Və biz belə deyim, Kyotoda ilk öncə Onitsuki Tiger'ımızı aldıq. Çox böyük bir növbə var idi. Məsələn, Osaka'da heç girə bilməmişdik. Çünki inanılmaz insan izdihamı var idi. Yəni dəhşət idi. Orada sadəcə olaraq vaxtımız çatmadı. Həm də elə basa-basa mən alış-veriş edə bilmirəm açığı. Kyotoda evimizə yaxın idi. Yağışlı havada dedik duraq növbəyə. Növbədə durduq, içəri qəbul elədilər və mən artıq bir modeli bəyənmişdim və onu aldım. O həmin bu modeldir. Klassik bej rəngdə belə bir ayaqqabıdır. Görürsünüzsə bu Isaac'ın işarəsinə oxşuyur. Qeyd edeyim ki, əslində bu brend işarəsi Onitsuki Tiger'ın işarəsidir. Sadəcə Amerika versiyası olaraq, Isaac olaraq satılır. Amma modelləri fərqlidir. Bu modelin əslində bu ipləri, şnurları bej rəngdədir. Mən sadəcə əlavə olaraq qara almışam. Düşündüm ki, qara
daha qəşəng görsənəcək. Belə bu modeli aldım. Mən bej rəngdə krossovka istəyirdim və ağlımda Adidas'ın bir dənə bej sambası var idi. O da qara şnurluydu. Amma düşündüm ki, bunu alım. Çünki daha orijinal olacağını düşündüm və Yaponiyadan başqa bunu heç kəsdə görməmişəm və bu modeli ancaq Yaponiyada ala bilərdim. Ona görə də düşündüm ki, bunu alım. Və daha sonra Tokyoda olanda başqa bir modeli gördüm. Girdim qiymətinə baxdım. Baxdım ki, Berlində əgər onlayn sifariş eləyəsi olsam, bu ayaqqabının qiyməti 2 qatdır. Və qiymət olaraq qeyd edeyim ki, qiymətləri normal Adidas, Nike-dan aşağıdır. Məsələn, normal qiyməti hardasa 80 evro edir, tax free ilə filan gəlir 70 evroya düşür. Nəzərə alsaq ki, indiki Nike, Adidaslar 100 evro civarıdır və keyfiyyət baxımından da deyilənə görə onun süklər qat-qat daha keyfiyyətlidir. Mən daha öncə istifadə eləməmişəm. Bu mənim ilk ayaqqabım olacaq. Və çox uyğuna gəlirdi. Mən girdim digər ayaqqabının qiymətinə baxdım. Berlində onun qiyməti 160 evro idi. Hansı ki, Yaponiyada mən onu alsaydım 2 dəfə daha ucuza ala bilərdim. Və düşündüm ki, bəlkə alım və getdim axtardım. Belə deyim, biz artıq Tokyodaydıq onda. Bu ayaqqabı üçün bütün Tokyonu gəzmişəm. Ən çox satılan modeli olduğu üçün heç yerdə razmeri qalmamışdı. Hansı mağazaya gedirdimsə deyirdilər ki, bu yəni ölçü out of stockdur. Xahiş edirdim ki, baxsınlar Tokyoda digər hansı mağazada ala bilərəm. Baxırdı, deyirdi mənə məsələn filan mağaza, gedirdim həmin mağazaya, deyirdilər ki, out of stockdur. Neçə dəfə belə bir neçə mağazaya getdim. Out of stock. Axırda bir dənə Shinjuku rayonunda olan Onitsuki'də tapdım. O da necə tapdım? Bir ədəd qalmışdı, 37 yarım. Hansı ki mən 36 yarım geyinirəm krossovkalarda. Və geyindim, ayağıma baxdım. Dedim yoxluyum. Gördüm ki, boş deyil. Hətta çox yaxşıdır və düşünürəm ki, bunlar biraz malamerkadır. Hətta birinci Onitsuki'ndə düşünürəm ki, 36 yox, 36 yarım, hətta 37 ala bilərdim. Sanki biraz ayağımı, sol ayağımın 2 barmağını biraz sıxır. Ümid edirəm açılar. İndi sizə o ayaqqabı göstərəcəm. O ayaqqabılar bunlardır. Bu Meksika modeli gedir. Ən çox satılan modelidir. Bunun bir neçə növü var idi. Məsələn, bir növü var idi. Burası dəri idi. Alt hissəsi sarı idi. Sonra eyni rəngdə olan parça modeli var idi. Mən sırf bunu istəyirdim. Ön hissəsi bu formada suede və bu tərəfi ağ olan və bu da heç yerdə qalmamışdı. Çox az mağazalarda qalmışdı. Hətta birində tapmışdım. Bir dənə qız geyinirdi. Soruşdum ki, yəni başqa biri var. Dedi bu axırıncıdır. Mən də artıq belə deyim, ümidimi üzmüşdüm açığı. Fikirləşdim ki, tapa bilməyəcəm. Amma çox sevindim ki, tapdım. Bunu artıq bir dəfə Tokyoda geyinmişəm. Çox rahatdılar, inanılmaz. Bu ayaqqabım digər ayaqqabımdan daha rahatdır. Baxmayaraq ki, daha belə uzunsov modeldir, enli deyil, amma çox yumşaqdır. Bir qədər çamadanda gələndə sanki əzilibdir. Amma çox bəyəndim və arxasında bu formada detalı var, Tiger. Çox sevirəm bu detalı. Belə, bunları sevərək geyinəcəm. Və Yaponiyada ən sevdiyim cəhət o oldu ki, bizdə viza alanda ümumiyyətlə pasporta QR kod vururlar və siz Yaponiyadan alış-veriş eləyirsinizsə fərqi yoxdur nə alırsınız. Əgər 5000 yen və üstüdürsə, siz yerindəcə tax free eləyə bilirsiniz. Məsələn, pasportunuzu göstərirsiniz, QR kodu oxudurlar və sizə tax free qiymətinə məhsul satırlar. Bu yəni ideal bir şeydir. Siz artıq aeroporta gedib tax free-ni axtarmalı olmursunuz, orada pulunuzu qaytarmalı olmursunuz. Sizə yerindəcə tax free eləyirlər. Ancaq bir şey xahiş eləyirlər ki, Yaponiyada bunu istifadə etməyin. Düzdür, bunu heç kəs yoxlamır. Məsələn, mən baxım məhsulları alanda hamısının ağzını seal eləmişlər. Yəni bağlamışlar ki, Yaponiyada istifadə etmək olmaz. Yaponiyadan çıxandan sonra istifadə edəcəksiniz. Mən onsuz da onları orada istifadə etməmişdim, amma açsam da onu heç kəs yoxlamırdı onsuz da. Bilmirəm, yoxlayırlar yoxsa yox. Məndə heç kəs bunu yoxlamadı. Ancaq ayaqqabıları geyinmişdim, ən azından birini. Belə, başqa da bir neçə, belə deyim, evimiz üçün əşya almışıq, suvenir xarakterli və mən Yaponiyaya getmişkən özümə matcha almışam. Yadınızdadırsa, özümə matcha düzəltmək üçün belə qarışdıran bir taxta var, onu almışdım.
və düşündüm ki, Yaponiyaya gedəcəm, onda elə oradan alaram matchanı. Bir neçə ədəd almışam, gəlin sizə göstərim. İlk öncə belə qabda bir matcha almışam. Bunu artıq bir neçə dəfə içmişəm. Rəfiqəmə də bundan almışam. O da matcha sevir. Çox dadlıdır. Özüm evdə düzəltdim. İnanılmaz gözəl alındı. Çox asandır və çox dadlıdır. Sadəcə süd, buz və matchanı açmaq üçün biraz su. Çox asandır düzəltməsi. Sevərək içirəm. Daha sonra belə qablaşdırmada da bir neçə ədəd almışam. Bunu aldım. Daha sonra belə bir matcha almışam və belə bir matcha almışam. Bunlar da fərqli belə deyim məhsullardır. Yoxlayacağam. Belə qablaşdırmada olan matchaların qiyməti bu formada olanlardan 2 dəfə filan hardasa uyğunaydı və biz marketə getmişdik. Qeyd edeyim ki, marketdə qat-qat ucuz satılır. Nəinki turistik yerlərdə, ora baxa bilərsiniz. Daha sonra 2 ədəd belə stakan almışıq. Kofe içmək üçün. Çox bəyəndim bunu. Bunu da marketdən almışıq bu arada 3 evroya. Çox bəyəndim və yoldaşıma yola gətirdim ki, gəl bundan 2 ədəd alaq. O istəmirdi, amma mən düşündüm ki, dəst olsun və 2 ədəd aldıq. Sonra isə Yaponiyaya getmişkən özümüzə belə chopstick aldıq. Mən bu formada pişikli aldım və yoldaşım da bu formada dəniz dalğa üzərində var. Bu ikisini aldıq. Və başqa da evimiz üçün bir neçə aksesuar almışıq. İndi onları da sizə göstərəcəm. Və qeyd elədiyim kimi evimiz üçün maraqlı aksesuarlar almışıq. Belə bir ədəd maraqlı taxtadan belə bir şey almışıq. Bunu da Kyoto'dan almışdıq. Biraz ağırdır. Açığı bunları açmamışıq heç birini, çünki evimizi dəyişirik. Yaxında başqa bir evə köçəcəyik və orada bir belə deyim küncü sırf bu aldığımız aksesuarları yerləşdirməyi düşünürəm. Yaponiya belə deyim köşəsi eləyəcəm orada. Və daha sonra yanına bu formada balaca bir ədəd başqa bir belə deyim taxtadan kukla aldıq. Bilmirəm bu nədir, necə adlanır. Amma çox maraqlı belə deyim aksesuardır ev üçün. Sonra belə buxur yandırmaq üçün taxtadan maraqlı belə bir şey var idi. Tokyoda sonuncu gün maraqlı bir mağaza kəşf elədim. Vintage, bilmirəm ikinci əl idi, yoxsa bəzi məhsullar ikinci əl idi, amma məncə bunlar təzədir. Məsələn, bunu 600 yenə almışıq. Bunu 2000 yenə almışıq. Bunun qiyməti yadımda deyil, səhv eləmirəmsə bu 3000 idi. Bu ikisini həmin o vintage mağazadan almışıq. Bunu isə kimonomu aldığım Kyoto'dakı mağazadan almışıq. Çoxdur belə mağazalar məncə. Amma vintage mağaza mənim qarşıma Tokyoda çıxdı. Yəqin ki Kyoto'da da var. Sadəcə baxmaq lazımdır. Bunları almışıq və mən həmin mağazadan çox maraqlı rəsm əsəri almışam. İndi onu sizə göstərəcəm. Deməli, qeyd elədiyim həmin rəsm əsərini göstərirəm. Deməli, belə bir ədəd rəsm əsəri almışam. Bunu çox bəyəndim. Düşündüm ki, çərçivəyə taxıb divardan asarıq. Bir ədəd də zen fəlsəfəsinə aid bir şey almışdım. Sadəcə bilmirəm hardadır. O da çox maraqlı idi. Yapon yazıları ilə idi və tərcümə edib baxdım. ChatGPT-dən soruşdum, 2 ədəd tapmışdım, bilmirdim nə anlama gəlir. Satıcıdan soruşdum, o da bilmir. Daha doğrusu ingiliscə bilmirdi deyə mənə izah edə bilmədi. Mən də ChatGPT-dən soruşdum. Biri zen fəlsəfəsi ilə bağlı idi. Belə axışda qal, belə bir şey idi və çox bəyəndim onu. Dediyim həmin divar kağızı budur. Bu formadadır. Bunu da çox bəyənərək almışam. Yeni evimizdə divardan asacağam. Belə. Bir də yadımdan çıxmışdı. İndi onu da sizə göstərəcəm. Uniqlodan çox gözəl bir dənə tişört almışdım və bunu orada da geyindim. Belə bir ağ tişörtdür. Bədənə oturan və materialı o qədər gözəldir ki,
çox keyfiyyətli və belə çox tox materialı var. Ağ tişörtlər çox vaxt belə deyim, bütün ağ tişörtlər eyni cür görsənmir. Bu çox belə bahalı görsənir. Necə deyim, belə materialı o qədər gözəldir ki, sadəcə çox bəyənərək, çox sevərək aldım. Düşünürdüm ki, bəlkə ikincisini də aldım. Sonra dedim ki, biri var artıq. Uniqlo Berlində də var. Əgər istəsəm oradan alaram. Yəni bunun qiyməti çox baha deyildi. Düşünmürəm ki, burada baha olacaq. Belə və bir ədəd də başqa ev üçün aksesuar almışam. Bunların heç birini açmamışıq, dediyim kimi, bayaqki səbəblərə görə. Yaponlar da sağ olsunlar elə bərk pakovka ediblər ki, belə bir ədəd pişik almışam. Bu Yapon ya da Çin fəlsəfəsi, dəqiq bilmirəm. Çinlilərdə də var, Yaponlarda da var. Belə deyim, uğurlu pişik, Lucky Cat gedir. Bu həm Mochini mənə xatırlatdığı üçün, həm də yeni evimizə uğur gətirsin deyə almışam. Bunu da çox sevərək aldım və belə bir maraqlı fakt oldu. Mən bunu Tokyodan almışam və səhərsi gün biz artıq səhərsi gün Berlinə qayıdırdıq. Aeroportda da şəhərdə aldığım, yəni eyni bu pişik eyni qiymətə idi və Yaponlarda ən çox sevdiyim cəhət o idi ki, bir məhsulu Yaponiyanın istənilən şəhərində eyni qiymətə tapırdın. Yəni elə şey olmurdu ki, bir şəhərdə ucuzdur, digər şəhərdə bahadır. Yəni 99% mən şəxsən gördüyüm hər şey hardan hansı qiymətə görürdümsə, digər mağazada da eyni qiymətə idi. Bu baxım məhsullarına da aiddir, suvenirlərə də aiddir. Yəni bu insanı belə deyim də çox rahat hiss elətdirir. Fikirləşmirsən ki, birdən başqa yerdə daha uyğun qiymətə taparam filan. Hər yerdə yəni demək olar eyni qiymətdir. Mən yəni aeroportda bunun şahidi oldum. İlk dəfə idi ki, görürdüm ki, aeroportda turistik belə deyim məhsullar baha deyil. Adətən gördüyüm bütün ölkələrdə, yəni bu təkcə Azərbaycan deyil, bütün ölkələrdə aeroportda 2 qat qiymətə satırlar hər şeyi. Amma Yaponiyada bu belə deyildi. Hətta 7-Eleven kimi onların belə deyim mağazaları var, hansı ki hər şey satırlar. Yeməkdən tutmuş isti çaylara qədər eyni mağaza aeroportda da var idi. Hətta çatdırıb baxım məhsulları ala bilməsəz, aeroportda eyni mağaza var. Mən artıq hər şeyi almışdım, amma gördüm ki, eyni qiymətə baxım məhsullarını aeroportdan da ala bilərsiniz. Yəni bu mən sadəcə yaponlara heyran qaldım. Yəni bəli, belə Yaponları bu qədər təriflədikdən sonra keçək digər məhsullara. Daha sonra Snow Monkey parka getmişdik. Oradan belə bir kürdan aldım. Bu da yeni evimiz üçün düşündüm ki, maraqlı olar. Və Tokyoda anime mağazasına getmişdik. Çox böyük bir dənə mağaza idi, 9 mərtəbəli. Hər mərtəbəsində fərqli animeləri var idi. Yəni bizim baxdığımız yox, onların belə deyim də hal-hazırda müasir dövrdə də en qədər animesi çəkilir və onların da hamısının kitabı, şəkli, nə bilim, min cür belə deyim məhsulu var idi. Biz də baxdığımız animelərdən və ən çox sevdiyimiz animelərdən biri olan Death Note-un kitabını aldıq. Sadəcə xatirə olaraq. Və orada Naruto da var idi. Yoldaşım dostu da Naruto'nun kitabını aldı, çox sevdiyi üçün. Bu animeyə baxmamısınızsa mütləq baxın. Çox maraqlıdır. Mövzu olaraq inanılmaz maraqlı bir animedir. Mən çox bəyənmişdim və biraz detektivdir, biraz mistika var. Mən detektiv çox sevirəm və ikisini də mistikanı da çox sevirəm deyə inanılmaz bəyənmişdim. Mütləq baxmalısınız mənə. Və bunu da Kyoto'dan almışdıq. Orada şraynlar olan bir məbəd var. Adı yadımdan çıxdı. Ishina Shrine. Nəysə. Çoxlu şraynlar olan bir məbəd var. Oradan almışdıq, xatirə olaraq qalsın deyə. Və mən belə çox şirin formada belə bir maqnit almışam. Başı fırlanır. Bunu da yeni evimizdə böyük bir xaladelnik var. Ora maqnit olaraq yapışdıracağam.
Və əlavə olaraq da yenə belə bir pişik maqnit almışam. Onu da çox bəyənmişdim. Daha sonra Fuji dağını xatırladan belə bir maqnit almışam. Aha, bunlar deyəcəm indi nədir? Bunları Sakurajima'dan almışıq. Sakurajima vulkanı olan bir ada var idi. Bu Sakurajima vulkanının qalıqlarından düzəldilmiş sushi çubuqlarını qoymaq üçün belə bir daşlardır. Fikirləşdik ki, həm oradan bizə yadigar qalar, həm də maraqlıdır. Chopsticklər almışdıq və bunları da aldıq. Belə. Daha sonra belə bir ədəddə charm almışam. Bunu da çantadan taxmaq üçün. Bunu da Shirakawa Go'dan almışam. Açara taxmaq üçün. Çox bəyənərək aldım, oradan xatirə qalsın deyə. Məncə hamısı bu qədər. Bəlkə də nələrsə yadımdan çıxıb, bilmirəm. Amma yadıma düşən hər şeyi göstərməyə çalışdım. Çox maraqlı bir səyahət idi. Bizim üçün çox yadda qalan, uzun müddət yadımızdan çıxmayacaq, çox dolu-dolu keçən, çox maraqlı və fərqli yerlər gördüyümüz, maraqlı fərqli yeməklər tatdığımız, bizi inanılmaz, belə deyim, təəccübləndirən bir səyahət oldu. Getmək istəyənlərə şiddətlə tövsiyə edirəm. Mütləq Yaponiya görülməli bir ölkədir. Tamam fərqli bir mədəniyyətə düşəcəksiniz və Yaponiya görəndən sonra insan bəzi şeyləri sual eləyir. Məsələn, getsəz özünüz başa düşəcəksiniz. Mən burada çox detala girmək istəmirəm. Belə, bir də getsəz mütləq Gavalı çaxırının dadına baxın. İnanılmaz dadlıydı, inanılmaz. Biz özümüzə almışdıq. Yer gəlmişkən istəyirsinizsə göstərərəm indi sizə. Gavalı çaxırı bir whisky blended, whisky qarışımı olan bir növü var. O bir qədər bahadır, ancaq adi Gavalı çaxırı tapa bilərsiniz. Umeshu gedir adı. Umeshu Gavalı deməkdir Yapon dilində. Və Choya brendi var. Oradan onu ala bilərsiniz. Çox dadlıdır. Mütləq yoxlamalısınız. Gedənlərə şiddətlə tövsiyə edirəm. İndi sizə göstərəcəm onu. Deməli, o dediyim Gavalı çaxırı budur. Görürsüz, içində Gavalılar var. Biz artıq bunu içib bitirmişik. Çox dadlıdır. Bir də belə whisky blended almışıq. Bunu Don Quixote-dan almışdıq. Orada çox böyük belə bir mağaza var. Hardan ki, baxım məhsulları, fərqli şokoladlar, içkilər ala bilərsiniz. Bu whisky blendeddir. Bunu səhv eləmirəmsə 3000 yen almışdıq. Digəri isə bunu bu arada duty free-dən almışıq. 1200 yen idi. Dediyim kimi qiymət mağaza ilə eyni idi. Ona görə biz də düşündük ki, sonuncu əlimizdə qalan yenləri istifadə edək və alaq. Belə, bütün aldıqlarım səhv eləmirəmsə, yenə deyirəm, bu qədər idi. Deyirəm, sizin üçün də maraqlı oldu. Bəyəndinizsə videonu like edib kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.